Salam, axşamınız xeyir olsun. Xoş gördük sizi. Mən Kurikulum Hazırlıq Mərkəzindən rəhbəri və təlimçisi Aytəkin Rəsulova. Bu gün sizə kurikulumdan situasiyaya uyğun sualların birinci hissəsini, birinci levelini, yəni asan sualların izahını vermək istəyirəm. Qeyd edeyim ki, bu bizim qəbulda, mənim sınaqlarımda, situasiyaya uyğun sınaqları işləmək üçün ən asan olan formalardır və bizim suallarımız bunun hardasa bir minimum 5 qat, 7 qat çətinliyində doğru imtahan zamanı artır. Sadəcə bu bir tanışlıq məqsədindən ilk dərsdə müdavimlərə situasiya sualı deyəndə nəyi anlayırıq, onu izah etmək üçün verilən bir testdir və ikinci dərsimizdə artıq mən müdavimlərə situasiyaya uyğun testləri necə işləmək lazımdır, nələrə diqqət etmək lazımdır, onların ipuçları ilə bağlı bir PDF təqdim edirəm və izahını verirəm. Artıq onlar ikinci dərsin sonunda bu testin 3 qat çətinlərini artıq işləyə bilirlər. Amma yenə də istəyirəm ki, elementar bir testdə olsa, yəni mənim fikrimcə ki, bu belədir. İnanın ki, bu testlə tanış olmayan, bəlkə də işləyə bilməyən müəllimlər belə var. Çünki elementar, konkret test işləyən müdavimlər bu suallara yaxın belə dura bilmirlər. Həmçinin də ki, bəzən də məntiqi yüksək olan müdavimlər var ki, heç kurikulumdan hazırlaşmasalarla belə bu sualları rahatlıqla işləyə bilirlər. Amma bir də bildirirəm ki, qəbula bunun 5 qat və 7 qat çətin suallar düşür. Bir də qəbula belə bir suallar düşür ki, bunu əvvəlcədən bildirirəm ki, yəni heç kəs deməsin ki, bu niyə belə elementar suallardır. Elə bir sual düşür ki, bu gördüyünüz sualın A, B, C, D, Y variantı varmı? Hər cavab bir dərsə aid olur. Ona görə bir dənə sualı işləmək üçün düşünün ki, 5 dənə mövzunu bilməlisiniz. Düz bu tipdə 5-7 sual düşür. Bir sualı işləmək üçün 5 dənəsini bilməlisən, 5 dənə sualı bilmək üçün isə 5 vuraq 5, 25 dənəsini bilməlisən. Yəni bu birdə 5 sualdır. Yəni birdə heç də düşündüyümüz kimi 20 sual, sertifikasiya imtahanında kurikulumdan 10 sual düşmür. O 10 düşən sualın, sertifikasiya imtahanında düşən 10 sualın minimum 4 dənəsi situasiyaya uyğun olur. Orada da verir hansı yanlışdır və ya hansı düzgündür, hansı addım. Onun da 5-i də hər variant da bir mövzuya aid olur. Yəni elə ən azından 20 sual 4 mövzunun içərisində bilmiş olur. Yəni deyəcəyim budur ki, kurikulumu hafifə almağınız lazım deyil. Düzdür, məntiqi yaxşı olanlar, davranış qaydalarını bilənlər, elə bu situasiyanın özünü bilənlər minimum 20 dənə sualı işləyə bilərlər. Amma yenə də bəzi sualların iki başlığı olur ki, hansı cavab götürəcəyini sən imtahan zamanı bilmirsən. Gəlin indi başlayaq sualların izahına. Birinci sualımız belədir ki, dərsə başlamalısınız. Bu zaman şagird dərsə gecikir. Daxil olur sinifə. Bu zaman hansı addım atılmalıdır? Yenə vurğulayıram ki, bu sualı daha çətin formada bir 5 formada yazmaq olardı. Birinci sual budur ki, birinci cavab budur ki, sakit yanaşır və dərsi pozmadan dərsi davam eləyir. Dərsi cəlb eləyir şagirdi. Düzgündür, bəli. Müəllim şagirdlə bu zaman sakit yanaşmalıdır. Heç şagird qapını belə döyməli deyil. Müəllim əvvəlcədən qayda, qanun və prosedur qoymalıdır. Dərsə gecikdiyiniz zaman sakitcə keçib yerinizə əyləşirsiniz. Dərs zamanı başqa bir müdaxilə edilməli deyil şagirdə. Dərs bitdikdən sonra isə bəli, şagirdlə fərdi müəllim yanına çağırmalıdır ki, şagird niyə bu gün dərsə gecikib? Ən düzgün cavabımız A bəndidir. Dərsi pozmuruq, şagird dərsdə cəlb formada dərsə cəlb olunur. Cavabımız A bəndidir. Deyir, nəzərə almadan dərsi davam etdiririk. Tamamilə nəzərə almadan. Baxın, yenə deyirəm, A və B bəndi bir-birinə oxşuyur. Qəbulda da %100 oxşayan iki cavabımız olur. Çoxu bu il bunun ucbatından kurikulumu çox zəif yazdı. Amma aralarındakı ince məqamı tapmaq lazımdır. Bizə ən düzgün davranış lazımdır. B bəndi bəlkə düzgün situasiya cavabdır. Amma axı cavabda tamamilə deyir nəzərə almır. Mən sizə bildirirəm ki, müəllim, şagird dərs bitəndən sonra çağırır yanına və şagirdin niyə belə gecikdiyini soruşur. Bəlkə uşağın başına bir iş gəlmişdi, bəlkə bir hadisə baş vermişdi. Tamamilə bunu nəzərə almamaq lazım deyil. Ona görə B bəndi yanlışdır. C bəndi ümumiyyətlə yanlışdır. Yəni dayandırıb soruşmur, hamını bir yerdə müzakirə eləmir, uşağı sərt təqdim eləməyi isə kurikuluma tamamən bir zidd anlayışdır. İkinci suala baxırıq. Dərs zamanı şagird telefondan istifadə edir. Müəllim necə davranmalıdır? A bəndi. Bəli, yenə A bəndidir. Telefonu alsın. Deməli, dərsdən sonra fərdi danışıq aparır. Bəli, düzgündür. Reaksiya aparmamaq artıq bu məhəl qoymamaqdır. Bu artıq şagirdi özbaşınalığa gətirib çıxardır. C bəndi deyir, şagirdi səhvini vurğulayır. Ən böyük yanlışlardan biridir şagirdi səhvini vurğulamaq hamının yanında. D bəndi qiymətləndirmir, yanlışdır. Bunun növbəti dərs üçün mövzuya çevirir. Bu da bizim yanlış cavablarımızdandır. Cavabımız olur yenə A bəndi. Üçüncü sualda. İki şagird mübahisə edir. Səs-küy suallar. Müəllim hansı addım atsın? İnsan nəzər göstərsin. Sualla bağlı hansı situasiya düzgündür? Yəni bunu sonluğunu fərqli formada qoymaq olardı. Deyir, dərsi saxlayır, valideynləri çağırır. Bir müəllim ki, problem zamanı valideynləri çağırır. Demək o müəllim artıq yaxşı müəllim deyil. Ona görə A bəndimiz yanlışdır.
cəza versin hər ikisinə. Dərs zamanı şagirdlərə, baxın, sinifdən də artıq bu zaman cəza vermək hamının yanında yanlışdır. Bir müəllim baxsın görək ki, nə üçün baş verib bu mübahisə? Niyə olub bu səs-küy? Baxın, deməli, C bəndində sakit şəkildə yanaşır, D bəndində mübahisəyə fikir vermir, Y bəndində bütün siniflə müzakirə aparır. Müəllim sadəcə məsələni sakit şəkildə araşdırmalıdır ki, nə baş verib. Yəni, mübahisə, səs-küy artıq bullyingin daha sərt formasına gedib çıxa bilər. Bunu elə belə qoymaq olmaz. Gedib bunu axtarmaq lazımdır. Aydındır, bunun həll yolu cəza vermək deyil. Bir baxaq görək nə olub. Ondan sonra müəllim şagirdlərə yeri gələrsə hətta cəza verilə bilər. Deməyin ki, kurikulumda cəza deyə bir şey yoxdur. Cəza var. Tələffüz haqqını əldən alır, hamıya 2 misal bu uşağa 5 misal verir, uşaq bütün lövhəndə həmin gün ancaq o uşaq silir, partanın altında uşağa çıxan sonra yoxlayır, cəza üsulları var kurikulumda. Amma baxır necə, bu bizim sonraki dərslərimizin mövzusudur. 4-cü sualımızda deyir, dərs zamanı şagirdin bir sualı olur, amma qorxusundan soruşmur. Müəllim nə etməlidir? Deməli, müəllim şagirdə azad söz haqqı verməyib. Ona görə A bəndində deyilir ki, sualı yalnız dərsdən kənarda müzakirə etsin. Yanlış da, uşaq qorxur, demir. Müəllim demək buna bir səhvə yol verib də, görək nə səhvdir bu. Açıq mühit yaratmalıdır ki, şagird rahat sual versin. Bəli, açıq mühit olmalıdır. Qapalı mühitdə, qorxduğu mühitdə sual verirəm, müəllim əsəbləşər, müəllim deməz, müəllim qışqırar, müəllimin xoşuna gəlməz. Artıq bunlar bizim kurikuluma ziddir. Düzgün cavabımız B bəndidir. C bəndində deyir ki, sual vermədiyi üçün tənbih eləyir. Olmaz. Heç bir tədbir görmürsə, demək müəllim o uşağı nəzərə almır, o uşağa dəstək olmur, yanlışdır. Y bəndi növbət dərsə cavabı saxlayır, yanlışdır. Axı o dərsdə o uşağa müəllim onu bir formalaşdırmalıdır. 5-ci sualda şagird tapşırığı səhv eləyib. Müəllim necə yanaşsın? Deməli, qiymətdən kəsir, hamı ilə müzakirə eləyir, D bəndində hamının qarşısında səhvini vurğulayır, yenə B bəndinin sinonimidir D bəndi, nəzərə almış səhvi yanlışdır. Müəllim şagirdin səhvlərini izah eləməlidir dərs zamanı və uşağın özünün hətta bunu düzəltməsinə istiqamət verməlidir, yol göstərməlidir. Aydındır? Cavabımız C bəndidir 5-ci sualda. Altında yeni mövzunu heç kim anlamır. Müəllim nə etməlidir? Yenə deyirəm, müəllim nə etməlidir? Situasiyaya uyğun cavab hansıdır? Hansı sual düzgün cavabdır? Sonluğunu fərqli formada qoymaq olardı. A bəndi. Dərsi deyə dayandırıb müəllim bunu növbəti günə saxlayır. Bu gün dərsi anlamamısınız. Mən bunu saxlayıram ki, qalsın sonra izah edərəm. Olmaz axı. Mən o dərsi uşağa, o müdavimə həmin gün izah eləməliyəm ki, artıq onun o beynində formalaşsın. Ola bilər ki, mən burada bəlkə dərsi çətin yolla izah eləmişəm. Mən həmin gün o dərsi artıq başqa bir yolla izah eləməyə səy göstərməliyəm ki, bəlkə daha rahat bir yolla uşaqlar bunu anlayacaq. Ona görə düzgün cavabımız bizim deməli B bəndidir. Sürətlə bitirir, ancaq yaxşı oxuyana bunu izah eləyir, refleksiya aparır, yanlışımızdır. 6-cı sual səhvdir. 7-ci sualımız. Şagird müəllimə hörmətsizlik eləyir. Müəllim necə davransın? Əgər hörmətsizlik eləyirsə, deməli şagird nəsə bir səhvəyə yol verib. Bir də fikir verirəm ki, bütün suallarda yəqin ki, kompüterdə bunu yazdığımız zaman bəlkə də axırıncı hərf işləməyib, bilmirəm. Hamısında necə yazılıb? Bunu görməli üzürlü sayın. Baxıram ki, hər birində eyni səhvdir. Bəlkə də ə hərfi yazmışam, kompüterdə o ə hərfi burada PDF-də görsənmir deyə bu cür yazılıb. Çünki axı ə hərfi yoxdur İngilis əlifbasında. Ona görə bu cür görsənib üzürlü sayın bir daha. Elə indi diqqət edirəm. Həm də bildirim ki, hər qrupun özü üçün yeni bir test hazırlanır. Bu da bizim yeni testlərimizdəndir. Nəinki hər bir qrup üçün. Hər ilin əvvəlində testlər də, PDF-lər də, video izahlar da, hər bir şey dəyişir. Deməli, 7-ci sual necə oldu? Hörmətsizlik eləyir, müəllim necə davransın? Deyir, reaksiyasız qalır. Axı müəllim özünə hörmət tələb eləmək onun hüququydu. Düzdür, artıq bu mövzu çıxarılıb, amma müəllim özünə hörmət tələb eləməlidir. Yəni, bu düzgün bir addımdır, səhv bir şey deyil. Reaksiya vermək artıq müəllimin özünə hörmət etmədiyini göstərir. Sinifdən qovmaq, o uşağa qarşı travma verən, dəstəkləyici mühiti pozan bir addımdır. Sakit qalır, dərsdən sonra söhbət edir. Bəli, kurikulum suallarını demək olar ki, situasiya yoğun sualların öz əyini nöqtəsində uşağa qarşı birinci sakit qalır, heç kimin yanında pərtələmir. Sonra bu uşaqla müəllim danışır fərdi formatda. Amma görürsə ki, fərdi danışığın xeyri yoxdur. Yenə eyni addım təkrarlanır. Müəllim bu şagird artıq dərhal psixoloq yönətməlidir. Yəni, ilk öncədən uşaqdan bağlı psixoloqun köməyini istəmək olmaz. C bəndi düzgündür. D bəndi artıq növbəti halda, deməli, bir də olarsa o zaman D bəndi artıq olacaqdır. 7-ci sualın cavabı C bəndidir. 8-ci sualda sinifdə bir şagird dərsi yaxşı bilir, digərləri isə çətinlik çəkirlər. Müəllim necə eləməlidir? Yalnız deyir, həmin şagirdi qiymətləndirsin, yanlışdır. Bəs axı o belə kənarda qalacaq. Bərabər imkanları pozmaqdır. Digərləri nəzərə almır. Elə eyni bir cavab göstərir. Güclü şagirdi dərsdən kənarda edir. Yəni, onunla məşğul olur yəqin ki, bu cavabı demək istəmişəm. Burada yanlışdır.
Fərdi tapşırıqlar verir, düzdür şagirdlərin digərlərinə kömək etməsini xahiş edir. Artıq bu da D bəndi qismən doğruya oxşur, amma doğru cavabımız deyil. Düzgün cavabımız Y bəndidir. Çünki hər bir uşağın özünün səviyyəsi var. Hər bir uşağın özünün potensialı var. Müəllim də hər bir şagirdə öz səviyyəsində sual verməlidir. Düzgün cavabımız Y bəndidir. Amma bu sualın axırını fərqli formatda qoymaq olar da. Məsələn, deyə bilərdik ki, müəllim şagirdlərə, dərsi bilməyən şagirdlərə əlavə məşğələyə çağırır, dərsi bir də izah eləyir şagirdlərə, müəllim dərsi fərqli formatda şagirdlərə bir də izah eləyir və yaxud hamının yanında. Bu da ola bilər düzgün cavab kimi. Amma bu situasiya yoğun hələ ki Y bəndimizdir. Əgər mən deyən cavabımız da bu da olsaydı, təbii ki biz həmin cavabı götürərdik. Amma bu situasiya yoğun hələ ki cavabımız Y bəndidir. 9. Deyir şagird tapşırığı yerinə yetirmir və heç bir səbəb də göstərmir ki, niyə bunu eləməmişəm. Amma tapşırıq eləmir. Müəllim deyir neyləsin? Valideyn çağırsın, cəza versin, tədbir görməsin, hamı ilə bir yerdə müzakirəyə qoysun. Bunlar hər biri yanlışdır. Uşağı utandırmaq, heç bir tədbir görməmək, artıq o uşağa qarşı özbaşınlıq yaradır uşağı uşaq daha da bunu yenə təkrarlayacaq. Hamı içində bunun üstünə vurmaq o uşağı utandırır. Valideynə bunu demək olmaz ilk dəfədən, olarsa dəfələrlə artıq valideynə bildirmək olar ki, bu uşaq ev tapşırığını heç vaxt eləmir. Amma bunun səbəbini öyrənmək lazımdır, motivasiya eləmək lazımdır. Düzgün cavabımız 9-da B bəndidir. 10-cu sualda deyir ki, dərsdə texniki problem yaranıb. Müəllimin yəni planlaşdırdığı iş pozulur. Müəllim neyləsin? Həmişə deyirik, hər bir müəllimin mütləq ABC və A, B və C planı olmalıdır. Məsəl üçün, mən bugün dərsi elektron lövhə ilə keçmək istəyirəm. Amma həmin gün alınmayıb. O demək deyil ki, mən o dərsi keçməyim, həmin gün boş qalaq, bekar qalaq. Mən mütləq həmin dərsə digər başqa bir plan qurmalıyam və ondan biz istifadə eləməliyik. Aydındır? Başqa bir metoddan istifadə eləməliyəm. O demək deyil ki, bu gün nəsə oldu, problem oldu, qalsın, xeyr. Düzgün cavabımız B bəndidir. Deyir ki, Y bəndində çox adam Y və B arasında qalmışdı. Deməli, problemi şagirdlərlə birlikdə həll eləməyə cəlb eləyir. Yanlışdır. Nə deyəcək ki, uşağa? Deyəcək, gəlin ki, mənə üsul tapın, mənə plan qurun siz. Görün ona qədər vaxt gələcək. Ona görə Y bəndi yanlışdır. Müəllim dərsdən qabaq mütləq plan olmalıdır. D bəndi deyir sərbəst buraxır. C bəndi növbəti gün keçir. A bəndi yarımçıq yandırır. Hər biri bizim yarımçıq cavablarımızdır. Bir də qeyd edirəm, situasiya yoğun suallar bizim qəbul tipli suallarımızın level 1-idir. Yəni birinci ilə başlanğıcında bunları işləyə gəlməlisiniz ki, siz qəbulda artıq bir ayın sonunda mütahimlər bilir. Biz bunu işləyirik. İkinci dərsə biraz səthinli işləyirik. Üçüncüyə ondan biraz səthinli işləyirik. Artıq növbət dəfəyə biz tam qəbul tipli sualımıza bir ayın sonunda hazır oluruq. Belə uğurlar ümid edirəm ki, xəstə olsam da, səs temirində problem olsa da, mən dərsi sizə rahat formada testi izah eləyə bildim. Hər birinizə uğurlar.